Oynaqlarında artrozu olanlar və yaxud da osteoporozu olan insanlar hər kəs bilməlidir ki, osteoporoz insanda 30-35 yaşından sonra başlayır və klimaks dövründə bu biraz sürətlənir və insanın ömrünün axırına qədər osteoporoz davam edir. Osteoporoz bizim qocalmağımız deməkdir, loru dildə desək. Amma bəzən pasiyentlər deyir ki, həkim mənə deyir ki, mən müalicə edəcəm, osteoporoz bir dəfəlik dayanacaq. Osteoporozu dayandırmaq qəti mümkün deyil və yaxud da artrozunu dayandırmaq qəti mümkün deyil. Sadəcə biz oynaqlarda olan artrozun fəsadlarını aradan qaldırırıq. Biz artrozu müalicə edirik deyəndə biz demirik ki, artrozu tamamilə sağaldırıq. Biz artrozun sizə verdiyi fəsad, yəni oynağın yeyilməsi, qığırdaq toxunmasının məhv olması, biz bu problemləri aradan qaldırırıq ki, gələcəkdə sizdə bu problem onsuz da zaten insanda artroz, osteoporoz davam edir. Sadəcə biz onu müalicə edirik və onu minimal həddə endiririk ki, insanın ömrünün axırına qədər osteoporoz və yaxud da artroz onun həyat funksiyalarına problem yaratmasın. Bizi izləyən pasiyentlərimiz, bizə güvənən pasiyentlərimiz diqqətli olmaq lazımdır. Çünki çox təəssüf olsun ki, bizim bəzi həkimli yoldaşlarımız, bəzi kollegalarımız fizioterapiyanı bilmədiyi halda pasiyenti fizioterapiyada qorxuzur. Əgər bir insanın belində fəqarası disk yırtığı və yaxud da hər hansı deyək ki, diz oynağının artrozu kimi problemləri varsa, bu pasiyent bizdən öncə deyək ki, onkoloji problemi olubsa və yaxud belində hemangioması varsa və yaxud da iltihabi prosesi varsa və yaxud da hər hansı bir deyək ki, şiş xəstəliyinə, xoş xəstəlik, bədxəstəlik şişlərə meyilliliyi varsa, bu insanlara çox təəssüf olsun ki, bizim bəzi həkim yoldaşlarımız sənə fizioterapiya olmaz deyirlər. Onu deyim ki, bu insanların fizioterapiyadan heç də anlayışı yoxdur. Çünki bu insanlar fizioterapiyanı bilmədən, fizioterapiyanın nə olduğunu bilmədən pasiyentin ümidlərini qırırlar. Pasiyentin sağalma şansını əlindən alırlar. Belə hallarla biz çox rastlaşırıq və bu gün də bir pasiyentdə biz bundan rastlaşmışıq. Fizioterapiya yox, elə pasiyentlərin bəzilərinə fizioterapiyada hər hansı bir prosedur olmaz. Hər pasiyenta fizioterapiya əks göstərişdir deyə bir şey yoxdur. Fizioterapiyada hər hansı bir prosedur deyək ki, əks göstəriş ola bilər. Bu qərarı da yalnız həkim fizioterapevt verə bilər. Və pasiyent müayinə zamanı biz bunu aşkar edirik. Əgər pasiyentə elektroterapiya məsləhət deyilsə, o pasiyenta fizioterapiya olmaz demək, bu tamamilə yanlış bir şeydir. O pasiyentin illərlə ağrı çəkməsinə, illərlə ağrıdan əziyyət çəkməsinə